Mən kənddən gəlmişəm. Bəli. Mən kənd adamıyam. Mənim canım sıxıb yeməyimi də bişirmişəm. Paltarımı da yumuşam. İnək də sağmışam. İnəyimi də sağmışam. Mal heyvanın altını təmizləmişəm. Uşaq olmuşam, eləmişəm da. Mal nobasına da getmişəm. Qoyuna da gedmişəm. Mal nobası. Bilirsən nətərdir? İndi mən bunu eləmişəm də, mən bunu danıb səndən danacam, xalqdan danacam. Bu Allahdan gizlin olmayan bəndən nəyindən gizlin olacaq şey. Bilirsiniz, insanlar çox vaxtı, yəni məşhur olsa da nə olmaz, bu gəldiyi yerə hardan gəlir o elə bir ki, unutmaq istəyir, unudur. Və başlayır biraz mədəni danışmağa, biraz başlayır gəldim, getdim, biraz orasına, burasına sözünü salır, nə bilim, dialekti zadı planın dəyişir. Bu yadından çıxır ki, dünən hardan gəlir? Valla dünənləri bəs sən dünənləri bəs başqa cür gəlmişsin axı. Efirdir, qalır, YouTube'dur falan deyil. Dünyanın indi bu saat qaçan qoğan vaxtıdır da. İndi elə nə tərz varsan elə qalsın. Heç bu söz söhbət olmaz Allah'a. Daha çox sevgi qazanarsan, daha çox xalqın üzündə mən demişəm, Quran haqqı, mən xalq da bilsin. Mən 10 il bir ayaqqabı giymişəm. Bu donun altında bu ayaqqabını kim görür? Heç yaraşdırmadım səni. Show business